Ana xəyanət edərsə, uşaq anadan alınıb ataya verilə bilərmi? İlk növbədə onu qeyd edeyim ki, xeyr. Əgər ana xəyanət edirsə, bu uşağın anadan alınıb ataya verilməsinə heç bir əsas vermir. Qanunvericilikdə də belə bir və yaxud da bununla bağlı heç bir müddəa göstərilməmişdir. O zaman ki, ana əxlaqsız hərəkətlərə yol verərsə və həmin o hərəkətlər təsdiqini taparsa, yəni sübuta yetirilərsə, bəli, o zaman həmin uşaq məhkəmə qaydası ilə anadan alınıb ataya verilə bilər. Və əlavə olaraq bir məsələni də sizin nəzərinizə çatdırım ki, bəzən sual verirlər ki, qaynana və yaxud da qaynata evindən, mülkündən gəlinə və yaxud da uşaqlara pay düşürmü? Əvvəla onu qeyd edeyim ki, nikah dövründə qaynata və ya qaynana adına olan daşınan və yaxud da ki, daşınmaz əmlakdan, burada daşınan əmlak təbii ki, avtomobil, maşın hesab olunur. Daşınmaz əmlak isə ev, mülk, torpaq deməli hesab olunur və heç bir halda gəlinə və uşaqlara pay düşmür. Yalnız nikah dövründə ər və arvadın öz gəlirləri hesabına əldə edilmiş mülkdən, yəni əmlakdan ər və arvada pay düşür.